Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme əccil li vəliyyikel fərəc. Məkasib kitabından 423-cü dərsi oxuyuruq. Bildiyiniz kimi, bəhsimiz Məkasib kitabında Ğina bölümündən gedir. Və keçən dərsimizdə mərhum Şeyx Murtəza Ənsari Mühəddis-i Kaşaninin rəyini nəql elədi. Və Mühəddis-i Kaşani buyurdu ki, Ğinanın növləri çoxdur, bəziləri haramdır, bəziləri halaldır. Belə ki, o halal qismlərindən nəql elədi. Buyurdu, o şeirlər ki, insana cənnəti və cəhənnəmi xatırladır və insanı axirətə təşviq eləyir və Allahın nemətlərini vəsf eləyir və ibadəti xatırladır. İnsanı xeyir işlərə cəlb eləyir. Belə olan şeirləri oxusan, Ğina da olsa halaldır. Mərhum Şeyx, yəni Mühəddis-i Kaşaninin sözü idi. Və mərhum Şeyx Murtəza Ənsari onun sözünü nəql eləyirdi. Burada qalmışdıq. Kəma uşirə iləyhi fi hədisil fəqih bi qovlihi fəzəkkərtəkəl cənnə. Buyurur Mühəddis-i Kaşani, necə ki bu dediklərimizə işarə eləyir, işarə olunur. Mən la yəhzurul fəqihdə nəql olunan bir hədis ki, Həzrət buyurdu, əgər bir kəniz ki, oxuyandır və behişti sənə xatırladır, həmən kənizi almaq, həmən kənizə pul vermək eybi yoxdur. Qədimdə gedərdilər bazara, kəniz alardılar. O kəniz ki, oxuya bilirdi, müğənniyə idi, onu baha satardılar. O kəniz ki, oxuya bilmirdi, onun qiyməti aşağı idi. Mən la yəhzuruhul fəqihdə mərhum Şeyx Səduq bu rivayəti nəql eləyib imamdan ki, imam buyurdu, əgər bir kəniz ki, oxuyandır və elə bir şeirlər oxuyur sənə, behişti sənə xatırladır, haqqı sənə xatırladır, həmən kəniziyə pul vermək o Ğinanın müqabilində eybi yoxdur, işqalı yoxdur. Mühəddis-i Kaşani rivayətin o tikəsini, o hissəsini öz sözünə dəlil olaraq gətirir. Ona görə buyurur, kəma uşirə iləyh fi hədisil fəqih, necə ki işarə olunur bu dediklərimizə, mən la yəhsurul fəqihdə nəql olunan hədisdə Həzrətin bu sözü ilə fəzəkkərtəkəl cənnə, yəni o kəniz ki cənnəti sənə xatırladır, bəli, həmən kənizin müqabilində pul vermək, o Ğinanın müqabilində pul verməyin işqalı yoxdur, eybi yoxdur. Deməli, Mühəddis-i Kaşani
bununla sabit eləyir. Bəs qina hər yerdə haram deyil. Bəzi yerdə haramdır, bəzi yerdə haram deyil. Necə ki, bu hədis də o haram olmayan yerə işarə eləyir. Niyə? Səbəb nədir? Bu qinanın haram olmamağına buyurur və zalik. Yəni, niyə haram deyil belə qinalar? Deyil, ləənnə haza kulluhu zikrullah. Ona görə haram deyil ki, bunların hamısı yəni nə? Yəni, bir şeir ki, onun içində cənnəti, cəhənnəmi zikr eləmək var. Və təşviq ilə daril qərar. Allahın neymətlərini zikr eləmək var, ibadəti zikr eləmək var, xeyri işlərə cəlb olunmaq var. Bunların hamısı Allahı zikr eləməkdir. Elə ki, Allahı zikr eləmək oldu, bunun nəyi haramdır? Bu niyə haram olsun? Belə ki, Qur'an-ı Kərimdən də bir ayə gətirib. Qur'an-ı Kərimin Zümər surəsinin bir hissəsi, Zümər surəsinin yəni 23-cü ayənin bir hissəsini gətirir. Zümər surəsinin 23-cü ayəsi uzun bir ayədir. Ondan bir iqtibas gətirib. Bir hissəsini gətirib, öz mətləbinə, öz məqsədinə muvafiq olan hissəsini. Belə ki, Allah buyurur, və rubbama təkşəirru minhu culudullezine yaxşavne rabbahum sümme teline culuduhum və qulubuhum ila zikrillah. Bu ayənin, yəni Zümər surəsinin 23-cü ayəsindən bir iqtisab, bir hissəsini Mühəddis-i Kaşani mətləbinə uyğun gətiribdir. Necə ki, Allah bu ayədə biri buyurur ki, Rəbbindən qorxanların tükləri biz olar, Rəbbinin zikrindən sonra ürəkləri yerinə gəlib, qorxuları gedər. Deməli, burada da ayədə də Allahı zikr eləmək, Allahı xatırlamaq insanın qəlbindən o qorxuların aparar. Bir halda ki, elə o şeirlər ki, əgər Allahı zikr eləməkdirsə, o şeirlər ki, qinada da olsa, cəhənnəmi, cənnəti xatırlamaqdırsa, Allahın neymətlərini zikr eləməkdirsə, niyə haram olsun? Elə olar, halaldır. Qinanın içində də olsa belə halaldır, çünki Allahı zikr eləməkdir. Allahı zikr eləməkdir də bu ayədə də Allah buyurur, Allahı zikr eləmək insanın qəlbindən qorxuları aparandır, insanı rahatlayandır. Və bil cümlə, Mühəddis-i Kaşani buyurub, nəhayət budur ki, fəla yəxfa əla əhlil hica. Əhlil hica, hica yəni əql. Əhlil hica yəni ağıl sahiblərinə. Yəni ağıl sahiblərinə, əhlül əql, ağıl əhlinə məxfi deyil, gizlin deyil. Yəni bir insan ki, ağıl və düşüncə sahibidir, ona məxfi deyil. Bədə semai hazihil əxbar, bu xəbərləri, bu rivayətləri eşidəndən sonra, görəndən sonra təmyizu haqqul qina ən batili, o qina ki həqqdir və o qina ki batildir, onları ayırmaq artıq məxfi deyil. Kimlərə? O şəxslər ki, ağıl sahibləridirlər və bu rivayətləri görürlər. Yəni, bir insan ağıl sahibidirsə və bu oxuduğumuz rivayətləri, əxbarları eşidəndən sonra haqq olan, batil olan qinanı bir-birindən ayırd eləyər. Fəbil cümlə fəla yəxfa əla əhlil hica bədə semai hazihil əxbar təmyizu haqqul qina ən batili.
və ənə əksəru ma yətəğənni bihil mutasaffifə fi məhafilihim min qəbilil batil. Və o sufilərin məclislərində onların əksəri qinaları batil qəbilindəndir. Onlar batil qinaları eləyirlər. Onlar haram iş görürlər. Onların əksəri batil sözləri deyirlər. Batil qinaları eləyirlər. İntaha. Bu mühəddis-i Kaşaninin sözüdür ki, yəni Feyzi Kaşaninin sözüdür ki, mərhum Şeyx Murtəza Ənsari bunları nəql elədi və bildirdi ki, bizim alimlərdən mühəddis-i Kaşani bu əqidədədir ki, qina bütövlükdə haram deyil. O qina ki, musiqi alətləri ilə oxunur və batil sözlər deyilir, onlar haramdır. Və lakin o biri qinalar ki, onlar musiqi alətləri ilə oxunmur və o şeirlər ki, oxunur və axirəti insana xatırladır və insanı xeyir işlərə cəlb eləyir və dünyada insanı zühdə tərəf çəkir, xülasə bunları Allaha zikr eləməkdir. Bunun eybi yoxdur, bu həlaldır. Bu mühəddis-i Kaşaninin sözüdür. İndi mərhum Şeyx Murtəza Ənsari bunun müqabilində nə buyurur və nə deyir? İnşallah gələn dərsimizdə oxuyarıq. Elhamdülillahi Rabbil aləmin.